Mən Ziyafət Əlizadə, 120 nömrəli məktəbin şagirdiyəm. Bugün bizə zəfər hissini yaşadan, bu torpağı azad edən qəhrəmanlarımızın ruhu qarşısında baş əyirəm. Tarix bizə öyrədir ki, hər bir xalqın azadlığı igidlərin qanı ilə yazılır. O igidlər ki, bugün məzarlarında deyil, vətən adlı uca bir anlayışda yaşayırlar. Heydər Əliyev demişdi, şəhidlər ölmür, onlar Azərbaycanın qəhrəmanlıq tarixində əbədi yaşayırlar. Bu amal bugün də davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu öz gücünü göstərdi və bütün dünya gördü. Bugün şəhidlərimizin anaları ilə görüşmək və onların qəlbindəki o müqəddəs duyğunu eşitmək üçün buradayam. Oğlunuz bizim yaşlarda olanda, yəni 12 yaşlarında olanda necə bir uşaq idi? Bəlkə elə bir xasiyyət, elə bir hadisə olub ki, siz o vaxt hiss etmisiniz, bu uşaq gələcəkdə qəhrəman olacaq. Elə bil evimizin ilk övladı idi. Çox səliqəli idi. Həm elə bil necə onu geyindirirdim, yola salırdım məktəbə. Elə də səliqə ilə qayıdırdı. Riyaziyyatı çox xoşlayırdı. Oğlum 12 yaşında çox zirək bir uşaq idi. Ancaq istəyərdi, qazanc eləsin, xoşu gələrdi, vətənpərvər idi. Xoşu gələrdi, özünü bir böyük kişilər kimi aparsın. Qazanc eləsin, evə çörək gətirsin. Mənim oğlum birinci dəfə 6 yaşında evə çörək pulu gətirib. Onun 6 yaşı var idi. Səhər yuxudan durdu, gördü evin qabağında bir çimən var idi, çimənli, meşəli. Evin qabağında ağ, belə yumru-yumru bir şey var. Mənə sual verdi, ana bu nədir? Dedim, göbələkdir. Dedi, onu nə eləyirlər? Dedim, yeyirlər. Dedi, onu satırlar. Dedim, hə, yığırlar, aparıb satan da satır, çörək pulu qazanır. O 6 yaşında bir vedirə götürüb, gedib onu yığıb, aparıb kətdə satıb birinci dəfə. Bir dənə çörək, 1 kilo qənd alıb gətirib evə. Nəinki 12 yaşında. Samir hələ çox körpə yaşlarında, 3-4 yaşlarında olanda özündən 3 yaş böyük məktəbli bacısı məktəbdən gəlib ona keçdiyi dərsləri öyrədəndə mən görmüşdüm ki, o necə maraqlıdır və ona körpə nitqi ilə, hələ tam nitqi formalaşmamış bir körpənin Azərbaycan himnini həvəslə, sevgi ilə oxumağı, əlini də bax belə sinəsinə qoyub, avazla, sevgilərlə, həvəslə o Azərbaycan himnini oxuyardı. Və mənim heç şübhəm yox idi ki, onun gələcəkdə bütün bu hərəkətləri bir qəhrəmanlıq nümunəsi idi. Bəs siz bir ana olaraq indiki gənclərimizdən, uşaqlarımızın tərbiyələrindən, savadından, davranışlarından razısınızmı? İndiki uşaqlar çox vətənpərvərdirlər. Hələ biri sən, mənim balam, Allah sən uğurların bol olsun, Allah yolu açıq eləsin. Çox razıyam. Hər yerdə mən bir şəhid anası kimi diqqət hiss eləyirəm. Uşaqlar gəlib gedirlər, çox uşaqlar şeir gəlir, danışır. Tədbirlərə çağırırlar. O diqqət yəni bizim üçün çox önəmlidir. O bir dəstəkdir bizə. Düzün sözü deyim, 50% razıyam, 50% yox. 50% razılığım budur ki, bəzi vaxtı görürəm, mən xoşlayıram, bayrağı çox sevirəm mən. Azərbaycan bayrağı ilə, Azərbaycan himnisi mən uşaqlıqdan çox sevirəm. Bəzi vaxtı görürəm, Azərbaycan bayrağını qoruyurlar, xoşlayıram. Bəzi vaxtı görürəm, kölgədə qalır, onu xoşlamıram. Elə olub ki, Azərbaycan bayrağına görə mən ağlamışam. Ona görə ki, onun üstəm oğul vermişəm. Bəli qızım, bugün sevindirici bir haldır ki, mən yetişməkdə olan gənc nəslin təlim tərbiyəsində bu kimi yenilikləri vətənpərvər ruhunda böyüyüb, bayrağımıza, xalqımıza, ümumiyyətlə şəhidlərimizə hər bir anda dəyər verməsini görürəm və onlardan çox razıyam qızım. Bizi bütün məktəbimizin şagirdləri izləyəcək. Siz bir şəhid anası kimi onlarla hansı öyüd və nəsihətlərinizi paylaşmaq istəyərdiniz? Şagirddən nə tələb olunur? Birinci, oxumaq. Nə qədər biz yaxşı oxuyacağıq, o qədər, necə deyim, savadlı, ağıllı uşaqlar çıxacaq bizdən. Yəni, biz o demək deyil ki, torpaqlarımız alındısa, biz sakit oturmalıyıq. Biz
elmlə, təhsillə güc göstərməliyik düşmana. Neçə min şəhidimiz var. Neçə cavanlar, neçə anaların ürəyi ağlar qalıb. Bizim bu gözəl vətənə qiymət qoysunlar, vətəni sevsinlər. Ona görə ana bacıları bizim indiki cavanlar qorumalıdır. Bizim məktəbli şagirdlər indidən dərs götürməlidir. Gələcəkdə vətənə qarşı məhəbbətləri olmalıdır. Hər bir evladımızı istərdim ki, bu yöndə ən çox maariflənməsini və gələcək həyatda hansı bir sahədə çalışıb doğru düzgün seçim edib əsl vətəndaş kimi yetişməsi və vətəninə, xalqına layiqli, xeyirli övlad olmasını istərdim. Bu gün mən çox şey öyrəndim. Öyrəndim ki, qəhrəmanlıq təkcə döyüş meydanında olmur. Bəzən bir ananın səssiz göz yaşında, bir xalqın səbrində, bir məktəblinin ürəyində də qəhrəmanlıq var. Biz bu torpağın gələcəyi olan uşaqlar, sizin övladlarınızı unutmuruq. Çünki bilirəm, mənim azad nəfəs almağım, məktəbimə rahat getməyim, sülh içində yaşamağım onların bizə əmanətidir. Əziz Qazi qardaşım, biz məktəblilərə vətən haqqında hansı mesaj vermək istəyərdiniz? Biz istərdik ki, gənclərimiz elmli, savadlı, vətənpərvər gənclər olsunlar. Şəhidlərimizin əziz xatirəsi əbədi olaraq xatırlansın və ziyarət olunsun. 1-ci Vətən müharibəsinin şəhidləri, 2-ci Vətən müharibəsinin şəhidləri, ümumiyyətlə 88-dən bu yana vətən üçün, xalq üçün, millət üçün şəhid olan, qəlblərini sipər edən, düşmən qarşısında olan şəhidlərimiz əbədi ziyarət ocaqlarına çevrilsin. Məktəb şagirdlərimizdən isə istəyimiz elmli, savadlı, vətənpərvər gənclər olsunlar. Vətənimizi, xalqımızı, millətimizi dünyanın hər bir yerində layiqincə təmsil etsinlər. Sonda bu layihənin ərsəyə gəlməsi üçün bizə dəstək olan məktəbimizin rəhbərliyinə və müəllimlərimizə dərin təşəkkürümü bildirirəm. Biz var olduqca şəhidlərimizin adı da yaşayacaq. Qoy vətənimizin hər səhəri zəfərlə dolsun.